20-ci test üçün 30 saniyə başladı. Müəllimə, yuxarıda confused sözünün tərcüməsi çaşqınlıq, o birisinin necə düz tərcüməsi? Sirli nə idi yuxarıda? Çox sevincli. Sevincli Very müəllimə. pleased. Sevincli, hə, çox sağ ol. Buyurun. 30 saniyəmiz tamamdır və 20-ci testə baxırıq. Mübtəda xəbər uzlaşması ilə əlaqəli bir testimiz var idi. Bread and butter. Bread çörəkdir, butter yağdır. Bunu ayrı-ayrı da götürə bilərik. Bir yemək, bir xörək kimi də götürə bilərik. Mütləq məzmununa baxmalıyıq. Yəni cümlənin məzmunu da çox önəmlidir məzmuna görə. Bir dəqiqə. Gördüyümüz kimi, yəni bu testdə e, səhər yeməyində verilir bu. Səhər yeməyində də yağ pendir məsələn deyirik biz və burada isə çörək yağ. Bir xörəkdən söhbət gedir. Ona görə testimizin cavabı A olacaqdır. Aşağı düşək 21-ci test üçün. 30 saniyə başladı. Evet, yaparsın. Basit. Yaparsın. Yaparsın, yaparsın. 30 saniyə tamamdır. 21-ci testdə bizə nə verir? Təyin budaq cümləsi. Adjective clause və biz bunu tamamlamalıyıq. House məkanı da bildirə bilər, əşya kimi də ola bilər. Biz hansını seçəcəyimizə, məsələn, which-də saxlayaq. When zamanı bildirmir, ona görə B-ni çıxardaq. İnsanı bildirmir, D-ni çıxardaq. Məkandırmı, yoxsa where-nin məkan mənası, which isə əşya mənası gedir. Dərhal baxırıq cümləyə. Has, yəni feil gəlir. Feil gəlirsə, feildən əvvəl yalnız which işlədə bilərik. Ev hansı ki red dog belongs to my aunt. Hansının ki qırmızı qapısı var, mənim xalama aiddir. Belə bir cümlə. Yəni hara kimi yox. Hansı ki. 22-ci test üçün 30 saniyə başladı. 'Bugün biz sizinlə artıq 4 dənə idiomla rastlaşmışdıq. Hansıları ki dedim testlər vasitəsilə bugün açıqlayacağıq bunları. Onlardan biri kick the bucket-idir. Kick the bucket idiomunun mənası ölmək deməkdir. Yəni testimizin cavabı A. 23-cü test üçün 30 saniyə başladı. 23-cü testdə modal fiillər
Yani modal fiil olan quruluş hansısa doğru verilmiştir. Need-dən sonra take fiilin gəlməsi normaldır və modal fiil kimi hərəkət, yəni göstərici gedir. Lakin bir problemimiz var ki, and veriblər. And-dən sonra to vermək qətiyyən mümkün deyil. Çünki you need modal fiil isə dalınan take veririksə and relax verməliyik. Yəni to-nu əlavə eləmək düzgün deyildir. Ought not to be B variant cavabdır. Haven't to modal fiil quruluşunda mövcud deyil. Shall be able to ilə işlənir. Must'dan sonra da to qoymuruq. Testimizin cavabı B variant oldu. 24-cü test üçün 30 saniyə başladı. 24 bu dəqiqə. 24-cü testə baxırıq. 24-dən çətinliklərə baxmayaraq məktəbin uğuru çox böyükdür və bu da müəllimlərin yaradıcılıq və daim öhdəçilik və daim öhdəçilik öz üzərinə götürməklərinə görədir. Və biz boşluğu necə tamamlaya bilərik? Baxaq görək nə verə bilər. Bizdə nə var? It is ola bilməz. Yəni cümlə deyil. Due to-dan sonra qətiyyən biz cümlə verə bilmərik. Ona görə çıxdı. Zdayanın isimlə işlədəcək, amma nəyin zdayasıdır? Nədən söhbət gedir əvvəldə ki, biz onu cəmlə verə fikirləşək, əvəz eləyək. Deməli, nə D variant, nə I variant ola bilməz. Bunların arasındakı variant D mi götürək, yoxsa C mi? Testin həlli C variantdır. Söhbət məktəbin müəllimlərinin yaradıcılığı. Yəni burada to school teachers creativity-dən nəzərdə tutulur. Ona görə C variant its teachers creativity olacaqdır. 25. 30 saniyə başladı. 25-ci test sadəcə bizdə nə istəyir? Elə bir cümlə seç ki, içində sifət olsun. She runs quickly zərf var burada. Cavab B olacaqdır. Red, qırmızı rəngi ifadə edir. Beautiful, gözəlliyi ifadə edir. Yəni burada 2 dənə sifət var. Digərlərində well zərfdir. Here də yenə də zərfdir. Cavab 25-də B. 26-cı test. 30 saniyə başladı.
Şərtdə deyir ki, əməli başda bizə açıq-aşkar deyir ki, mənə conditional type to second ver, ikini ver. İkinci növ şərt budaq cümləsini gəlin yadımıza salaq. Ümumiyyətlə növləri 4 dənədir. Bizdən də ikincini istəyir. Zero var, first var. Biz secondla işləyəcəyik. Bunun düsturunu yadımıza salaq. If üstə gərək keçmiş sadə zaman past simple. Vergül işarəsi would. Would-dan sonra da feil. İndi gəlin baxaq görə bizim bu düsturumuza uyğun hansı variant gələcək. Studied keçmiş zaman nə gözəl, amma will yox, would bizə lazımdır. Diqqət yetirək, keçmiş sadə, would sonra feil, will yox. Studied indiki zamanda bizə lazım deyil. Demək, C variant bizim düsturumuzu tam ödəyir. If-dən sonra will veriblər. Had started keçmiş bitmişdi. Dağılan da would-dur. Bu da bizə uyğun deyildir. Gəlin baxaq. If I were rich, I would travel the world. Əgər mən zəngin olsaydım, dünyanı gəzərdim. Bizim düsturumuz tam oturur. Keçmiş sadə will verilmişdi. Sonra isə would var. Sonra isə feilin, yəni travel gəlir. 27-ci test üçün 30 saniyə başladı. Vaxtımız tamamdır və 30 saniyəmiz tamamlandı. Ümidvaram ki, çatdıra bilirsiniz. 30 saniyə, 1 dəqiqə versəm dərsimiz daha da çox uzanır. 30 saniyə məhdudlaşdırıram ki, sürətlə işləməyiniz olsun. Və həmçinin də imtahanda da, yəni sürət lazımdır ki, bir dəfə başa vurub, sonra ikinci dəfə yoxlamaq üçün. 27-ci testdə She said to me. Qeyd eləyək ki, said-dən sonra to verilməsi çox önəmlidir. Yəni, burada B variantda to yoxdur deyə artıq həmçinin də D variantda biz onları çıxardacağıq. Yox, əgər told verirsə, tolddan sonra kimə mütləq göstərilməlidir? Deməli, E variantda çıxdı. İki variant arasında qalmışıq. Bunların arasındakı fərqə nəzər salaq. Said keçmiş zamanda. Keçmiş zamandan son başlayırsa cümləmiz, vasitəli nitqə çevirərkən bir zaman geri, yəni will yox, would seçəcəyik. Testimizin həlli C variant. 28 üçün aşağı düşək. 30 saniyə başladı. Iyirmi səkkizinci testdə bizdən sam düzgün istifadə olunmuşdur. Məsələn, mən can-lə və yaxud could-la və yaxud would-la başlayan cümlə versəydim, siz dərhal seçərdiniz B variantı. Lakin bu dəfə mən do ilə verdim. Bunu göstərmək üçün ki, yəni şərt deyil ki, can-lə, could-la, would-la başlasın. Əgər biz kiməsə nəsə təklif eləyiriksə, çay istəyirsən, soruşuram. Onda mütləqdir ki, sam ilə verək. Təklif var axı. Can-lə, could-la, would-la başlaması heç də vacib deyil. Yəni, olar ki, belə də versinlər. Cavab B. 29 üçün 30 saniyə başladı.
30 saniyəmiz tamamdır. 29-cu testi həll eləməyə çalışırıq. Şərt budaq cümləsindən bugün biz artıq bir yaddaşımızı təzələmişdik və burada yenə şərt budaq cümləsidir. Şərt budaq cümləsi olduğunu hardan başa düşdüm? If verilmişdi. Testimizin variantımızda, yəni cümlənin hansını ki biz tamamlamalıydıq və görürük nə gəlir? Would gəlir, have gəlir, might gəlir. Demək, əgər bu üçüncü növ, type 3, üçüncü növ şərt budaq cümləsidir. Burada quruluş necədir? If üstə gələk, keçmiş, bitmiş, perfect, vergül işarəsi, would, üstə gələk have, üstə gələk feilin üçüncü forması. Would, have, üçüncü forma var. Deməli, biz variantlarda keçmiş, bitmiş axtarmalıyıq. Yəni, A variant olacaqdır. 30-cu test üçün 30 saniyə başladı. Testdə bizə məchul növdə görək was supposed. Nə vaxt ki was supposed, yəni məchul növ o bənzəri varsa, bəstər lazımdır. Bu birinci şərtlərdən. Bəstərlərimiz hardadır? A-nı çıxdıq, B-ni çıxdıq, E-ni çıxdıq. Fərqlər nədədir? Ya məchuldur, ya da məlum növdür. Bunların ikisindən biri. Məktub özü-özünü göndərməz. Demək, məktubu göndərmişdilər. Yəni məchul, yəni C. 31 üçün 30 saniyə başladı. Otuz birinci testdə bizə verirdi problem, dalından needs, before we continue. Problemdən söhbət gedir. Və variantlarda baxırıq ki, solve, yəni həll etmək. Dərhal özümüzdən soruşuruq. Problem özü özünü həll edə bilirmi, yoxsa bilmirmi? Xeyr, biz onu həll edirik. Demək, bizə nə lazımdır? Məchul növ. İngilis dilində belə bir qeyd var. Gəlin ona diqqət yetirək. Need-dən sonra əgər biz gerund işlətsək, bu bir də yazım need to üstə gələ passive to be verb 3. Əgər biz need-dən sonra gerund işlətsək və yaxud to üstə gələk məchul işlətsək, passiv deməkdir, məchul növ deməkdir. Yəni, həll edilməsi, söhbət problem özü həll eləmir, problemi həll edirik. Yəni, testimizin cavabı A olacaqdır. 32-ci test üçün 30 saniyə başladı. Vaxtımız tamamdır. 30 saniyə tamamlandı və 32-ci testə baxırıq. By the time we arrived. By the time ifadəsi varsa, bu deməkdir ki, yenə düstur qura bilərik. Yazaq by the time.
Üste gələk. Sadə keçmiş. Vergül işarəsi qoyaq və bundan sonra gələcək keçmiş, bitmiş zaman. Yəni gördüyümüz kimi by the time sadə keçmiş var. Biz nə axtarırıq? Keçmiş, bitmiş. Yəni hədlə olan B variant. 33-cü test 30 saniyə gedir. 30 saniyəmiz tamamdır və bu testi həll edərkən the book together with its notes. Bizdən ötürü önəmli olan the book'dur. Baxın, bu together with its notes hissəsinə biz baxmırıq. Book təki ifadə eləyir. Verilənlərin içində təki ifadə eləyən C və D variantlarıdır. On the table. Həzf etsək, var mənasına gələcək. Bizə isə dır, dir, dur, dür. Kitab stolun üstündə dir, yəni C variantı. Aşağı düşürəm və yenidən idiomlara gəlib çıxdıq. 34-cü test üçün 30 saniyə başladı. 34-cü testdə bir dəqiqə başlayım. Kompüter məsələsi bitmir. 34-cü testə baxırıq və burada bizim nə görəcəyimiz var? Cümləni oxuyaq. Let's not waste time talking, just get starting to the point. Və deyir ki, bu cümlənin tərkibində hansı idiom nəzərdə tutulub? Baxın, not waste time açıqlamasıdır və verilən idiomlardan biri. Testimizin cavabı A variant. Waste time vaxtı hədər etmək. Not waste time vaxtı hədər etməmək. Yəni kill time vaxtı öldürməmək kimi olacaqdır. Məzmun baxımından da vaxtı hədər etməyib, söhbət edərək, vaxtı hədər etməyək. Gəlin birbaşa mövzuya keçək. Belə bir cümlədir. 35. Collocation qeyd etmişdim ki, söz birləşməsi deməkdir. Doğru söz birləşməsini seçin deyir. 30 saniyə başladı. Verilənlərdə traffic sözü özək, yəni əsasdır və traffic sözünü biz hansı sözdən uyğunlaşdıra bilərik? Söz birləşməsi kimi testimizin həlli, yəni cavabı A olacaqdır. Heavy traffic mənası olacaq, çoxlu maşın mənasındadır. 36-cı test aşağı düşürəm və 30 saniyəni aktivləşdirirəm.
36-cı testdə bizə cümlə verirlər. Her attitude was highly to the team. Onun münasibəti komandaya qarşı highly'dən sonra bizə sifət lazımdır. Bunun sifət olduğunu hardan başa düşdüm? Bəs zərf də ola bilərdi sualı versəniz. To be fiili mənə istiqnad verdi. Yəni was'dan sonra, is'dən sonra, are'dan sonra biz adətən sifət işlədirik. Highly də onu gücləndiricidir. Və yəni çox mənasında da biri var faydalı, biri var çox faydalı. Highly onun dərəcəsini qaldırır. Və sifət verməliyik. Cavabımız olacaq C variant. Çox dəyər verir. Yəni beneficial. 37-ci test. Yuxarı qalxıram və 37-ci test üçün 30 saniyə başladı. 37-ci testdə bizə cərt nə deyir? Deyir run feili. Run feili ilə biz tanışıq və mənası da odur ki, qaçmaq. Düzdür? Normal, yəni birinci mənası, ilkin mənası qaçmaqdır. Lakin bizə şərtdə deyir ki, məcazi mənada olan, məcazi yəni qaçmaq mənası olmasın. Məcburuq neyniyək? Cümləni də özümüz üçün tərcümə edək. I run every morning. Mən hər səhər qaçıram. Bu elə birbaşa mənadır. Məcazi deyil. Sonra C varianta baxıram. Onlar problemlərdən qaçırlar. Yenə qaçmaq gəldi. D variantda o yarışlarda sürətlə qaçır. Uşaq anasına tərəf qaçır. Testimizin həlli B variantı olacaqdır. O balaca bir kitab mağazası işlədir, ya biznes qurub. Fikir verirsiniz, qaçır mənası gəlmədi. Artıq burada işlədir, ya müdirdir, istifadə edir. Burada yəni müdirdir əslində. Yəni başqa cür necə deyək? Kiçik kitab mağazasına sahibdir. 38-ci test üçün 30 saniyə başladı. 38-də verilən cümləni məchul növdə vermək lazımdır. They should complete their report by tomorrow. Məchul növdə vermək üçün həmişə feili tapırıq. Bu bizim feilimiz. Feildən sonra gələn tamamlıq bizim yeni cümlənin mübtədasıdır. Tamamlıq ingiliscəsində object. Yəni the reportla başlayacaq cümləmiz. Harda ki the report yoxdur, həmin variantı çıxardırıq. Və reportdan sonra should modal feil dəyişməz qalır. Mütləq verilməlidir. Biz onu dəyişə bilmərik, iz verə bilmərik. Yəni B getdi, C, D, 3 variant getdi. Cavab ya A-dır, ya İ-dir. Bunların arasındakı fərq nədir? Məchul növün, yəni pəhsivin düsturu var. Düsturu da belədir ki, B üstə gələk feilin 3-cü forması. Yəni shoulddan sonra mütləq B verilməlidir. B-dən sonra isə komplet qaydalı feil olduğuna görə İdi şəkilçisi alacaq və sağda nə qalıbdırsa onu olduğu kimi köçürəcəyik. Yəni testimizin cavabı A variant olacaqdır. Hesabat sabaha tamamlanmalıdır kimi tərcümə edərik. 39. 30 saniyə başladı.
39-cu testdə bizə cümlə verir. Despite of the heavy rain, they continued the match. Və deyir ki, bu cümləni düzəlt. Və variantları verir ki, although-dan sonra mütləq cümlə gəlməlidir. Yəni the heavy rain üstə gələk bir dənə də feil olmalı idi ki, bu düzgün olsun. Deməli A deyil. Despite-dan sonra of yazmaq olmaz. Deməli, testimizin cavabı B variantdır. In spite of-la işlənir. Though-dan sonra of işlətmək olmaz. Due to-nun da mənası görədir. Bizdə isə baxmayaraq ki, yəni ziddiyyət bildirən bağlayıcı verir. Bağlayıcı deyil, bu sözünüdür əslində. Verilməlidir. 39-da B variantı oldu. 40-cı testdən aşağı düşək. 40-cı test üçün 30 saniyəmiz başladı. 40-cı testdən bizə verir cümlə. Gəlin cümləyə baxaq. The teacher asked the students to close the windows. Mənası nədir? Müəllim şagirdlərdən xahiş etdi ki, şagirdlər pəncərələri bağlasınlar. Verilən bu cümləni deyir, elə bir tərzdə yaz ki, icbar növ alınsın. İcbar növün feilləri var burada. Yəni var had, var got, make var. Yəni həmin feillərdən istifadə eləyiblər. Amma düsturumuz, yəni cədvəlimiz, ardıcıllığımız eynidirmi? Gəlin bu testi həll eləməmişdən əvvəl yadımıza salaq görək. Normalda biz icbar növü hansı düsturla tapırıq? Birinci yazaq, make feilini yadımıza salaq. Make feilindən sonra üstə gələk insan, üstə gələk sadəcə bir feil. Feilin çəkic bir şəkilçisi və yaxud bəyer infinitiv deyilər. Nə to da olmaz, şəkilçi olmaz, zamanlara görə dəyişə bilməz. Sonra növbəti qıt feilini yadımıza salaq. Qıt feilindən sonra əgər insan gələrsə, üstə gələk to, üstə gələk feilin birinci forması. Qıt feilindən sonra əgər əşya gələrsə, bizdə Windows pəncərə əşyadır, students insandır. Onda biz feilin üçüncü formasından istifadə edərik. Və bir dənə də düstur. Have feili gələrsə və have feilindən sonra insan gələrsə, biz sadəcə feilin özünü verərik. Buradakı düşünürəm ki, buradakı variantlar üçün uyğun düsturları qeyd elədim. İndi gəlin baxaq görək. Bu düsturları necə tətbiq ediblər? Axırdan başlayaq, axırdan yuxarı gedərik. The teacher made the students nə dedik? Dedik made varsa, insan gəlirsə, feilin birinci forması. To olmaz, şəkilçi olmaz. Deməli, i variant yanlışdır. Əgər has feili varsa, ondan sonra əgər insan gələrsə, fikir verin, axırıncı yazdığımız düsturdur. İnsan gəlirsə, nə olmaz? Feil heç bir şəkilçi almır. Deməli, D yanlışdır. C-yə baxırıq. Make feili insan gəlir. Burada qeyd edeyim ki, the students, the da olmalıydı. To olmaz. Deməli, C yanlışdır. Qətdən sonra pəncərə, yəni əşya verir. Əşyadan sonra nə verməlidir? Feilin üçüncü forması. Bu nə verir bizə? To verir, be verir. Xeyr, bunlar da olmaz. Cavab oldu A. Gəlin baxaq. Had, yəni baxın axırıncı qurduğumuz düstur. İnsan, sonra da feil, sadəcə feilin özü. Heç bir şəkilçi qəbul etməyən bir feil. Cavab oldu A. 41-ci test üçün 30 saniyə başladı.
Verilən cümlədə biz uyğun bağlayıcı verməliyik. Birinci növbədə bizim diqqətimizi nə cəlb eləyə bilər? Nöqtəli vergül, sonra da vergül. Bu bizə kömək eləyirmi? Əslində xeyr. Çünki bütün burada verilənlərin hamısı bu düsturla, yəni nöqtəli vergül, vergüllə istifadə oluna bilirlər. Deməli biz məzmuna baxmalıyıq. Nevertheless, amma lakin deməkdir. Similarly, oxşar, moreover, əlavə olaraq, consequently, nəticədə, alternatively, əvəz olunan, onun əvəzinə bu belə bir mənaya gəlir. İndi gəlin baxaq görək. Bizdə hansı bağlayıcı daha düzgün tamamlayır verilən cümləni? İqlim sürətlə dəyişir. Burada species növdür. Yəni burada heyvanın, bitkilərin növlərindən söhbət gedir, məhv olur. Cavab olaraq D nəticədə iqlimin sürətlə dəyişməsinin nəticəsi nədir? Heyvan və bitki növlərinin məhv olmasıdır. Bir dəqiqə baxım görüm 40-dan 41-i də qeyd elədimmi? Hə, 40-41-i yazmışam, 42-yə keçəcəyim. Aha. Keçdik 42-ci suala. 30 saniyəmiz başladı. Bu ikinci testdə bizə cümlə verir. We must teach digital literacy in schools. Biz məktəblərdə rəqəmsal ədəbiyyatı tədris etməliyik və deyir bundan sonra hansı cümləni vermək lazımdır. A-da because books are no longer used. Çünki kitablar istifadə olunmur. Bu deyil təbii ki. Söhbət nədən gedir? Rəqəmsal ədəbiyyatdan gedir söhbət. Rəqəmsal da texnologiya ilə əlaqəlidir. Yəni kitablar da istifadə olunmur deyə bilmərik. Kitablar da var paralel olaraq təbii ki. Bunun davamı ola bilməz hər halda. This is why outdated tools are preferred. Outdated yəni daha istifadədən çıxmış alətlərə üstünlük verilir. Elə buna görə də istifadədən çıxmış alətlərə üstünlük verməliyik. Bu cümlədən sonra gələ biləcək bir cümlə deyil təbii ki. This will help the students succeed in tech-driven world. Şimdi C variant testimizin həllidir. Bu, yəni məktəblərdə rəqəmsal ədəbiyyatın olması şagirdlərə texnologiya ilə əlaqəli dünyada uğur qazanmağa kömək edəcək. Verilən bu cümlədən sonra bu cümlə tam oturur yerinə. D variantda it's useless to update technology. Texnologiyanı yeniləmək faydasızdır. Teachers don't like change.